Salamlar, vaxtınız xeyir, xəbərçinin saat 18 buraxılışına baxırsınız. Əvvəlcə bu saatin baş xəbərlərinə nəzər salaq. Rəsmi Kreml sabah Moskvada, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan və Ermənistan prezidentlərlə ayrı-ayrılıqda görüşünün keçiriləcəyini təsdiqləyib. Tovuzda ötən gün saxlanılan erməni Karim Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlk ehtimala görə ölümünə kəskin ürək-ağciyər çatışmazlığı səbəb olub. Tələbə qəbul üzrə Dövlət Komissiyası müsabiqəyə buraxılma balını aşağı salsa da bu il keçirilən qəbul imtahanda 4000-dən çox yer boş qalıb. İndi isə daha ətraflı. Cəbhədə gərgin vəziyyət davam edir. Son sutq ərzində atəşkəs rejimi müxtəlif istiqamətlərdə ümumilikdə 58 dəfə pozulub. Rəsmi Kreml sabah Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşünün keçiriləcəyini təsdiqləyib. Görüşün son bir həftədə cəbhə xəttində baş verən gərginlik fonunda baş verdiyindən elə əsas müzakirə mövzusu da Dağlıq Qarabağ münaqişəsinin hazırki durumu olacaq. Kremlin mətbuat xidmətinin məlumatına görə Rusiya və Azərbaycan prezidentlərinin görüşündə iki tərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusilə enerji, investisiyalar və regionlararası korporasiya sahəsində qarşılıqlı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır. Üç tərəfli görüşün baş tutmayacağı isə Putin iki tərəfli danışıqlardan sonra məlum olacaq. Görüş təşəbbüsü təmas xəttində baş vermiş son gərginlikdən sonra Rusiya prezidentindən gəlib. Müdafiə Nazirliyinin rəhbərliyi ilə qeyri-hökumət təşkilatları və media nümayəndələrindən ibarət qrupun cəbhə xəttinə səfəri davam edir. Nümayəndə heyəti bu dəhli hərbi hissələrdən birinə gələrək burada əskərlərimizin xidmət şəraiti ilə tanış olublar. Əskərlərlə görüş zamanı son bir həftədə cəbhədə baş vermiş hadisələr fonunda ordumuzdakı rol yüksəkliyindən. Bunun müqabilində isə Ermənistan silahlı birləşmələrinin sıralarında xidmətdən yayınma hallarının artması xüsusi vurğulanıb. Daha sonra nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun qarşısını alarkən şəhid olmuş Qaryağda Əhmədovun ailə üzvləri ilə görüşüblər. Bildirilib ki, vətən yolunda şəhid olanların hər biri kimi Qaryağda da heç vaxt unudulmayacaq. Sabah nümayəndə heyəti səfər çərçivəsində Tovuz və Şəmkir rayonlarında da hərbiçilərlə görüş keçirəcək. Tovuzda ötən gün saxlanılan erməni Karim Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə Karin ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə Regional Bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirirlər. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi də məlumatlandırılıb. Artıq Petrosyanın ölüm xəbəri onun ailəsinə də çatdırılıb. Ötən gün Tovuz rayonun ərazisində ermənilərin kəşf və təxribat qruplu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, yəni 25 yaşlı Karim Petrosyan əskərlərimiz tərəfindən ələ keçirilmişdi. Cəbhə xəttində gedən gərgin döyüşlər Birləşmiş Ştatlarda yaşayan həmyerlərimizin də etirazına səbəb olub. Vaşinqtonda bir araya gələn həmvətənlərimiz Ermənistanın təcavüzkar siyasətinə etirazını bildiriblər. Türklərin də qoşulduğu aksiya dinc şəraitdə keçib. Qoşunların təmas xəttində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi təxribatlar, 14 hərbçimizin şəhid olması Vaşinqtonda etirazla qarşılanıb. Ağ ev qarşısına toplaşan Türk və Azərbaycanlılardan ibarət qrup əllərində Azərbaycan, Türkiyə və Birləşmiş Ştatların bayraqlarını tutaraq Qarabağ bizimdir, bizim olacaq, ya Qarabağ ya ölüm şüarları səsləndiriblər. Ermənistan prezidenti Serj Sarkisyan əleyhinə plakatlar nümayiş etdirən etirazçılar prezident Barak Obamaya müraciət edərək Birləşmiş Ştatların Ermənistana etiraz etməsini istəyiblər. Cəbhə xəttindəki əskərlərimizə, şəhid ailələrinə və Azərbaycan dövlətinə dəstək olan aksiya iştirakçıları bölgədə sülhün bərqərar olmasını, Ermənistan tərəfindən işğala son qoyulmasını tələb ediblər. Bildiğiniz gibi Azeriler Türktür. Türkler de Azeridir. Bir milletiz, bir gönüllüz ve konularımız hep aynı. Ermenistan'ın bir an evvel Karabağ'dan çıkmasını diliyoruz. Buraya yığışmağımızda məqsəd Ağ evin qarşısında Azərbaycana göstərilən təzyiqləri, Azərbaycanın başına gətirilən zülümləri dünyaya çatdırmaqdır. Etiraz aksiyası insidentsiz başa çatıb. Qəzzada son 3 gündə nisbi sakitlik olsa da bugün atəşkəs pozulub. İsrail tərəfi atəşkəsi Həmasın pozduğunu iddia edir.
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail ordusu ilə Həmas hərəkatı arasında 72 saatlıq atəşkəsin başa çatmasına 3 saat qalmış atəşkəs pozulub. Buna Qəzza zolağı tərəfindən İsrail tərəfə raketlərin atılması səbəb olub. Həmas döyüşçüləri tərəfindən azı 10 raketin atıldığını açıqlayan İsrail tərəfi cavab olaraq Qəzza zolağında avia zərbələri bərpa edib. Qəzza tərəfindən İsrailin Aşkelon şəhərinin səmasına atılan raket zərbələri əsasən qeyri-yaşayış sahələrinə indirilib. Atəşkəs rejimində Qəzzadan İsrailə atılan avia zərbələr İsraili Misirin paytaxtı Qahirədə Fələstinlə aparılan danışıqları dayandırmağa məcbur edib. Atəşkəs elan edilənədək isə İsrail Qəzza zolağında bir aya yaxın məhv edilməz qaya adlı hərbi əməliyyat həyata keçirib. Tələbə qəbul üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Komissiya abituriyentlərin bu ilki səviyyəsini aşağı qiymətləndirib. Bu il keçirilən qəbul imtahanlarında bütün qruplar üzrə kifayət qədər vakant yer də qalıb. Baxmayaraq ki, tələbə qəbul üzrə Dövlət Komissiyası müsabiqəyə buraxılma balını 250-dən 150-yə endirmişdi. Birinci qrup üzrə bizdə vakant yerlərin sayı 945 yerdir. İkinci qrupda bizdə qalan boş yerlərin sayı 1116'dır. Üçüncü qrupda bizdə 692 iddiaçı var ki, onlar ərizə yazmışdır və qəbul olunmuyub. Ümumi yerlərin sayı 981'dir. Dördüncü qrupda bizdə 1008 yer qalıb. Bizdə boş yerlər qalır. Halbuki bu boş yerlər qalmaya da bilərdir. Jurnalistika ixtisası üzrə 110 plan yerindən cəmi 41'i dolub. Tələbəyə qəbul üzrə Dövlət Komissiyasının sədri bunu ilk dəfə tətbiq edilən yazılı imtahan ilə əlaqələndirir. Çünki bu jurnalist olmaq istəyən bu ildən etibarən yazılı imtahan veriblər. Bugündən etibarən tələbə adını qazanmış şəxslər avqustun 18-nə də sənədlərini daxil olduqları ali məktəblərə də təqdim edə bilərlər. Dövlət Sərhəd Xidmətinin ölkənin şimalında daha bir yeni sərhəd zastavası sərhədçilərin ixtiyarına verilib. Aytəkin Alxaslı'nın reportajına baxaq. Azərbaycan sərhəd mühafizəsinin 95 illik ərəfəsində Xaçmazın Rus-Azərbaycan sərhədində yerləşən Xanoba sərhəd zastavasının yeni inzibati binasının açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çıxışında bildirib ki, Xuda sərhəd dəstəsinin Xanobada yerləşən yeni zastavasının açılması burada şəxsi heyətin normal iş və mənzil şəraitinin yaxşılaşdırmasına müsbət təsir göstərəcək. Sərhəd zastavasının içində döyüş hazırlığının keçirilməsi, şəxsi heyətin xidməti döyüş fəaliyyətinə hazırlanması, istirahat etməsi, zabit gizirlərimizin ev, məişət şəraitini tam təmin etməklə dövlət sərhədinin mühafizəsinə öz müsbət təsirini göstərir. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev də yeni zastavada şəxsi heyətə uğurlar arzulayıb. Tədbirdə xidmətdə fərqlənən sərhədçilərə medal və qiymətli hədiyyələr təqdim olunub. İctimaiyyətin nümayəndələri isə Dövlət Sərhəd Xidmətinin fəxri fərmanlarına layiq görülüb. Məlumat üçün bildirək ki, ümumi sahəsi 1,5 hektar olan Xanoba sərhəd zastavasının tikinti sahəsi isə 1346 kvadrat metr təşkil edir. Və sonuncu reportajımız. Bugün Türkiyənin İstanbul şəhəri qəfil selin əsrinə çevrilib. Qısa müddətə yağan güclü yağış demək olar ki, şəhəri əsil gölməçəyə çevirib. Daha ətraflı Türkiyə büromuzun müxbiri Pərviz Sultansoy danışacaq. İstanbulda bugün günorta saatlarından başlayan intensiv leysan yağışları bir anda İstanbulu demək olar ki, fəlç etdi. Əvvəlcədən gözlənildiyi kimi bugün günorta saatlarından başlayan göy gürültülü güclü leysan yağışları İstanbulu bir saat içərisində iflic etdi. Megapolisin həm Avropa, həm də Asiya hissələrində demək olar ki, həyat durdu. Ötən axşam yaşanan mənzərəni bugün günorta saatlarında da müşahidə etmək mümkün idi. Magistral və şəhərçi yollarda nəqliyyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir. Leysan yağışlarının bir anda başlaması küçədə olan insanları çarəsiz vəziyyətə saldı. İstanbulun həm Atatürk, həm də Sabiha Gökçen hava limanındakı reysləri təxirə salındı. 6 aydır yağış üzrünə həsrət qalan İstanbul bu fəsadlardan sonra hələ 6 ay sonra da yağış arzulamayacaq. Ekspertlərin fikrincə bu güclü leysan yağışlarından sonra fəsadlar ortaya çıxmağa başlayacaq. İndidən dəyən ziyanlar hesablanır.
Mənim bu saata təqdim edəcəklərim bunlar idi. Sağ olun, salamat qalın.